Davam edir, hörmətli tamaşaçılar. Ötən ildən bəri istismar müddəti bitmiş 25 mindən çox avtomobil utilizasiya olunub. Köhnə avtomobillərini utilizasiya etdirmək istəyən sürücülər üçün artıq elektron portalda istifadəyə verilib. Bəs utilizasiya niyə vacibdir və bu istiqamətdə həyata keçirilən proqram özündə nələrə ehtiva eləyir? Yollarda baş verən yüzlərlə yol nəqliyyat hadisələri, texniki köhnəlmə və aşınma nəticəsində istifadəyə yararsız vəziyyətə gələn avtomobillər. Statistik göstəricilərə görə Azərbaycanda hər 5 avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Elə bu məqamda utilizasiya proqramı və onun əhəmiyyəti bir daha gündəmə gəlir. Bu ərazi həmin utilizasiya məntəqələrindən biridir. Burada istismar müddəti başa çatmış avtomobillər qəbul olunur, xüsusi metodlarla sökülür və təkrar emala göndərilir. Məqsəd isə ekoloji yükü azaltmaq və köhnə nəqliyyat vasitələrini dövriyyədən çıxarmaqdır. Ötən ildən indiyədək 25 mindən çox köhnə nəqliyyat vasitəsi utilizasiyaya verilib. Yollarda məsələn köhnə maşınlar var ki, sıradan çıxmış maşınlar var ki, yəni həm qəza şəraiti yaradır, həm təhlükəli vəziyyət yaradır. Amma yəni elə maşında var ki, məsələn köhnədir, ili köhnədir, amma daha sağlam maşındır. Yəni onların qalınmağı məsləhətdir. Daha yaxşıdır, bəli, başa düşürük indi yeni maşınlar daha təhlükəsizdir. Nəqliyyat vasitələrinin utilizasiyaya cəlb olunmasını asanlaşdırmaq məqsədi ilə artıq elektron portalla istifadəyə verilib. Bəs görəsən ümumiyyətlə bu sahədə hazırki vəziyyət necədir? Nəqliyyat vasitələrinin utilizasiyaya təhvil verilməsini asanlaşdırmaq məqsədi ilə nvo.gov.az elektron portalı istifadəyə verilib və vətəndaş istismar müddəti başa çatan nəqliyyat vasitəsinin sənədlərini müvafiq qaydada təqdim edərək dövlət qeydiyyatından çıxardıqdan sonra avtomobil artıq utilizasiya məntəqəsinə təhvil verilə bilər. Bunun üçün o elektron portala sənədləri yüklüyür və həmin o elektron portal əsasında vətəndaşa bildiriş gedir. Bildirişdən sonra isə məntəqələrə, nəqliyyat vasitələri gətirilərək təhvil verilir. Nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində 1348 ədəd yerli istehsal olan yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib. Nəticədə 1 milyon manatdan çox bir dəfəlik ödəniş ərzəçilərin bank hesabına ödənilib. Köhnə avtomobillərin əsasən bölgələrdə olduğunu nəzərə alsaq, regionlarda da utilizasiya mərkəzlərinin yaradılması mövzusu maraq doğurur. Ölkə üzrə artıq 4 utilizator fəaliyyət göstərir. Bunlar Bakıda, Abşeronda, Gəncədə və Sumqayıtdadır. Digər ərazilərdə də qeyd etdiyimiz texniki göstəriciləri tələblərinə cavab verən şirkətlərin utilizator kimi qeydiyyata alınmasında hər hansı bir məhdudiyyət yoxdur. Mütəxəssislər isə utilizasiya prosesinin genişləndirilməsinin ölkədə nəqliyyat parkının yenilənməsinə mühüm töhfə verəcəyini bildirirlər. Natiq Çıraqzadə, Emin Əhmədzadə, AzTV xəbər.